Sonra görüşərik. Əziz dostlar, Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımına həsr olunmuş tədbirimizə təşrif gətirən bütün insanları, hörmətli insanları, sizləri ürəkdən salamlayıram Mustafa Mərdanov səhnəsində. Və bu bizim insanlıq borcumuzdur, bu bizim vətəndaşlıq borcumuzdur ki, Azərbaycan tarixində xüsusi yeri olan Xocalı soyqırımını bilirsiniz ki, artıq bu illəri 34-cü ildir ki, Azərbaycanda qeyd olunur və bu günlərdə soyqırım abidəsi önünə gül çiçəklər qoyurlar və sabah da inşallah möhtərəm prezidentimiz Xocalı şəhərində Xocalı deməli qətliamına aid olan bir abidənin açılışında olacaq. Xocalı soyqırımında qurban olan bütün insanların əziz ruhları qarşısında öz borcumuzu yerinə yetirmək üçün bir dəqiqə ayağa qalxmağınızı xahiş edirəm. Əziz dostlar, bildiyiniz kimi Xocalı soyqırımı 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə Erməni Silahlı Qüvvələrinin və Müstəqil Dövlətlər Birliyinin 366-cı Motoatıcı alayının iştirakı ilə Azərbaycanda, Xocalıda etnik Azərbaycanlılara qarşı soyqırım təşkil olunmuşdur. Bu soyqırım nəticəsində Xocalı şəhəri tamamilə deməli işğala məruz qalmış, orada yaşayanlar, orada olan Azərbaycanlılar, məskunlaşan Azərbaycanlıların hamısı deportasiya olunmuşdu, özü də Xan kəndinə deportasiya olunmuşdu və onların orada deportasiya olunmağının da əsas əmrini verən o vaxtki Qondarma Dağlıq Qarabağ Respublikasının deməli hakimiyyəti olmuşdur. Onların bütün əmlakları hamısı
deməli, həm Xan kəndində, həm ətrafda olan ermənilər tərəfindən hamısı müsadirə olunmuşdu. Onların evlərinin, hətta orderlərini tamam başqa adamlara verərək o evlərin hamısını da tutmuşdular. Və onların sonradan Xan kəndində olmağı elə bir növ qondarma Dağlıq Respublikası ilə Azərbaycan arasında güya ki, onlar o əsirləri Azərbaycana təhvil verəcəklər, amma əslində təhvil vermədilər. O əsirlər elə Xan kəndində qaldı və orada çox qeyri-qənaətbəxş bir vəziyyətdə onlar saxlanıldı, onlara qarşı böyük qəddarlıq oldu və ümumiyyətlə demək lazımdır ki, bu Xocalı hadisəsi sözün əsl mənası bir qətliam idi, bir soyqırım idi, böyük bir faciə idi. Və bu faciədə təsəvvür edin ki, 60 uşaq, 120-yə yaxın yaşlı adamlar, deməli, ümumilikdə isə 613 nəfər həlak olmuşdur. 8 uşaq hər iki valideyndən, deməli, hər iki valideynini itirmişdi. 25 uşaq isə hər valideyndən birini itirmişdi. Ümumilikdə isə, deməli, 130 nəfər bu Xan kəndinə əsirliyə gətirilmişdi. Və bu əsirlikdə sözsüz ki, onlara çox böyük işgəncələr verirdilər və həmin o əsirlərdən 150-sinin hələ indiyə qədər o 150 nəfərdən, onların da arasında əksəriyyət uşaq və qadın olmaqla heç bir xəbər indiyəcən də yoxdur. Və nə yaxşı ki, bu Xocalı soyqırımını bir müxbir olaraq, igid hərbi müxbir olaraq Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayev lentə almış və sonradan o lent bütün dünyada nümayiş olunmuş və bütün dövlətlər tərəfindən, bir çox dövlətlərin parlamentləri tərəfindən, o cümlədən Amerikanın 22 ştatı bu genosid sənədini qəbul eləmişdir. Əlbəttə, bütün bunlar can ağrıdıcı bir şeydir. Lakin bir söz var, deyir, qisas qiyamətə qalmaz və nə yaxşı ki, şanlı Azərbaycan ordusu, Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycanın o işğal olunmuş Qarabağ torpaqları hamısı azad oldu. Və o cümlədən Xocalı da azad olunub və hal-hazırda Xocalıda abadlıq işləri gedir, Xocalı yenidən yaşayır, ola əhali yenidən köçürülür və sabahlarda orada çox böyük bir abidənin açılışı olacaq. Azərbaycan xalqı tarixən 20-ci əsrin əvvəllərindən başlayaraq çox böyük, deməli, necə deyərlər, elə bir zülmə, elə bir ağır işgəncələrə məruz olub, amma heç vaxt öz əzmini itirməyib, o iradəni, o əzmi özündə saxlayıb və əminik ki, bu Xocalı soyqırımı Azərbaycanın həm qanlı səhifələrindən biridir, eyni zamanda qəhrəmanlıq səhifələrindəndir. Yəni, bu xalq sınmadı, bu xalq dözdü və bu xalq axırda qalib gəldi. Eşq olsun Azərbaycan xalqına, eşq olsun möhtərəm prezidentimizə, Allah Taala sizləri var eləsin, gözəl günlərdə görüşək. Xocalı şəhidlərinin qurbanlarına isə biz baş əyirik, onların ruhu, onların unudulmaz xatirəsi həmişə bizim xatirimizdə yaşayacaq. Çox sağ olun. Vəfa borcumdur ki, sizə çox böyük təşəkkürümü bildirirəm və gələn hər bir ziyalılarımıza, hər bir mədəniyyət sevən, Xocalını sevən insanlarımıza təşəkkürümüzü bildirirəm. Bununla ikinci dəfə ki, Hacı müəllim Azərbaycanın ən gözəl mədəniyyət ocaqlarından biri olan ən şöhrətli bir məkanda bizə yer verirsiniz. Və siz Xocalıya elə bir münasibət bəsləyirsiniz ki, mən sizə çox sağ ol deməyə bilməzdim. Necə ətraflı məlumat verdiniz. Mən Xocalı haqqında yox, bu əsər haqqında demək istəyirəm ki, bu əsərdə siz çox düzgün qeyd elədiniz ki, bizim qəhrəman jurnalistimiz Çingiz Mustafayev olmasaydı,
31 mart soyqırımı ki, bu soyqırım yaddan çıxa bilərdi. Mən orada demişəm payıma da, Xocalı unudulmaz, Çingiz var, kamera var. Xocalı unudulmaz, Çingiz var, həqiqət var. Yəni bunu həqiqətən də bizim xalqın qəhrəman oğlu jurnalistimiz Çingiz yaddaşa qoydu və onu, Hacı müəllim, bu əsəri mən yazmışam. Böyük minnətdarlığım var, Larisa xanım, istəyirəm sizə də təşəkkürümü bildirim və zəhmət olmasa sizin də yəqin sözünüz olacaq. Mən Larisa xanıma, bu Rus dilli təşkilata, bu uşaqların çoxu 2 cümlə Azərbaycan dilində bilmir, inandırayım sizi. Amma poemanı Azərbaycan dilində siz görəcəksiniz ki, bəzən aksentdə biraz uşaqdırlar. İndi bunun danışığı Rus danışıqdır, sözlərdə hərf dəyişikliyi ola bilər, Hacı müəllim. Amma o qədər vətənpərvər, o qədər bu uşaqlarda bir vətən eşqi var, həqiqət eşqi var. Bu Xocalıya yanğı var ki, mən onların qarşısında da, Larisa xanıma da sizin qarşınızda hörmət bildirmək istəyirəm ki, bu bir vətənpərvər ziyalı xanımdır. Üzeyir bəyi necə sevgi ilə, Yesenini necə sevgi ilə, Axundovu necə sevgi ilə, o təbliğ, Nizami Gəncəvi, Nəsimi, Füzuli, Bəli Füzuli ilində sonuncu tamaşasını mən saya bilmərəm. Sizin böyük bir siyahınız əmələ gələr. Necə onları o məhəbbətlə bu xanım təbliğ eləyirsə, mənim poemamda da o nə gördüsə, dedi mən bunu hökmən, ya afişirim, nada. Yəni elə də qeyrətlə 20 ilə yaxındır. 15 ildən çoxdur. 2 il pandemiyada göstərməmişik. Amma Xocalıya ədalət kampaniyası çərçivəsində bütün teatr səhnələrində, bütün universitetlərdə, bütün mədəniyyət ocaqlarında, ev muzeylərdə, kitabxanada, hətta bizi Sumqayıta da bir nəfər baxıb və öz rəhbərinə deyib ki, filan kollektivi çağıraq, gəlsinlər bizim tədbir daha təmtərəqli olacaq. Biz bunu təbliğ edirik. Bu bizim vətəndaş borcumuzdur. Bu bizim bu xalqa vəfamızdır. Mən istədim ki, bütün dünya tanısın, təsadüfi deyil ki, bizim 2025-ci ilin noyabrın 30-unda Okeanın o üzündə, New York şəhərində Mark Twain festivalında bu tamaşa birinci yerə çıxdı. 3 nominasiyada, həm rejissor işi, həm aktyor oyunu, həm də müəllif işinə görə mən çox şadam ki, bizim ziyalılarımız, bizim Hacı müəllim kimi gözəl sənəti, xalqına qiymət verən sənətkarlarımız var və ikinci dəfəli o burada bizə məkanda yer ayırır. İndi istəyirəm ki, bir kəlmə Larisa xanım desə, biz tamaşanı, onun da özünün çox belə qutsal, çox belə unikal bir insandır. Çox özünün xüsusi bir baxışı var. Mən hər dəfə onun danışığını bir daha minnətdarlıq hissindən Biz də həmişə imkan daxilində Larisa xanımın teatrına, o uşaqlara, Günay teatrına şərait yaradırıq həmişə. Böyüklüyünüz Və üçün həmişə də qayğımızı onlardan əksik eləmirik. Bir neçə dəfə hətta onları Azərbaycanın gözəl bölgələrinə göndərmişik. Orada da iştirak ediblər, orada da tamaşa oynayıblar. Bu Sarda, sonra harda? Dərbənddə, mən görmüşəm. Не, мы были в Гянже, да, Кусары Пава, да, Кусары, это, ну, скажем, Ленкарань назовем все-таки, да, хотя, ну, не все, да, все нормально, надеюсь, еще много чего будет, да. Наш театр все любит. Да. И вас тоже любят. Вот именно. Heç yox, Hacı müəllim. Heç olmasa mən istərdim ki, bu bir çox kollektivlər var da, dövlət uşaq teatrı olsun da bu. Heç olmasa bu xanımın da bu böyük əməyi görünsün. Bunu bir vəsatət qaldırmaq da olar, bir demək də olar. Bunlar həqiqi Azərbaycan təbliğatçısıdır. Azərbaycan Üzeyrindən, Nizamisindən, Füzulisindən, Nəsibisindən tut, Zərəngizdən, Qayalı'sına da hamısını təbliğ edirlər. Və ən böyük dərdimiz olan Xocalının 20 yanvarı, bunlar hətta Mart soyqırımı 31, hər birində bunların öz proqramı var. Larisa xanımdan bir dənə Bəli, ona görə də bunları bir dövlət statüsü mən arzu eləyərdim. Və sizin böyüklüyünüzlə təqdimat geçsə olar, Azat müəllim, inşallah. Buyurun. Спасибо, я больше, очень много сказано, я не буду ничего больше говорить. Все, что мы хотели сказать, вы увидите в нашей работе, что хотела сказать я.
делает сценарий и режиссирует, придумывает этот спектакль по поэме Зирангиз Ханум. Вы все это увидите. Но я единственное, что не могу не сказать, это говорила и пока жива буду говорить, спасибо этому дому, под эгидой которого мы вообще стали существовать как театр. И всегда я говорю, Аллах, Ахмед Расилин, это чудо человеку Азер-Паше Ниматову, который 23 года назад, когда он организовал фестиваль, нас увидел и сказал вашему театру быть. Пригласил детей сюда, раздал всем грамоты, и с тех пор в марте этого года на 23 года. Продолжает его дело. Сказать, что я вас уважаю, значит ничего не сказать. Скажи Мялим, который, да, вот не знаю, это какая-то вот... Не хвалите, ради. Да, цепочка благородных творческих. Все делаю. Я знаю. И кому я могу говорить спасибо, это ему. Очень трудно, с площадками совсем, но он всегда помогает. Спасибо вам огромное. Вам спасибо. Вам спасибо, да. Хорошо, что есть такие. Давайте Спасибо. Давай. Тогда мы можем Sağ ol. начинать. Динара. Bütün şəhərlərinin günahsız qətlə yetirilmiş qocaların və körpələrin, gənc oğlanların və qızların, qadınların və kişilərin əziz xətirəsinə həsr olmuş. Xocalı tamaşasına təqdim edirik. Bu tamaşasının Zərəngiz Masurovanın Cavab Ver poeması əsasında hazırlanıb. Tamaşamıza Azərbaycan Dövlət Universitetinin tələbəsi, vətən uğrundan könüllü cəbhəyə yollanaraq canını fəda etmiş Fuad Əsadovun Komandirə məktub şeiri ilə başlayırıq. Niye götürmüşsən məni ortaya? Cavab istəyirəm mən bu sorğuya. Deyirsən, orada olmamısan sən. Uşaqsın, heç yaşada olmamısan sən. Deyirsən, institut səni gözləyir. Cəbhədə hər adam tab gətirmir. Qulaq as əzizim, yaşım azsa da, bu yaşca böyüyə etirazsa da, mənim də sözüm var bugün deməyə. İnsan yaranmayıb yalnız yeməyə. Bil, mənim yaşımda xətayı şahdır. İskəndər sərkərdə nadir padşahdır. Koroğlu bu yaşda çıxdı meydana. Teymur gəlləm dedi bütün cahana. Mən misal gətirərəm nə qədər desən. Ancaq nə faydası? Özün bilirsən. Bu yaşda, ordu da bir bəhanədir. Yersiz rəsmiyyətdir. Boş əfsanədir. Sən mənə qulaq as, dinlə diqqətlə. Qəlbim silahlanıb kinlə, nifrətlə. Düşmən üstün gəlsə, qorxu törənsə, inan, nifrət dolu od püskürərəm. Patronum qurtarsa, gücüm tükənsə, dişim dırnağımla çəngə girərəm. Mən qoltuq altında yata bilmərəm. Mən qadın ləçəyi örtə bilmərəm. Namusdan, qeyrətdən məhrum olanın, fərəhə, qürura, həsrət qalanın institut diplomu neyinə gərək? Ürək deyanətlə döyüsün gərək. Dünya Şuşa dərdini yaddan çıxarmış, Xocalı fəryadı beynimi sarmış. Deyirsən komandir indi neynəyək? Kişilik sözünü lüğətdən silək. Körpə uşaqların ahı, naləsi, nişanlı qızların axır çıqqəsi. Gözümün önündən çəkilmir, getmir. Bu kino qurtarmır, bu səhnə bitmir. Namusu it yemir, it qeyrəti ilə. Dünya baxır, dinmir, küt heyrəti ilə. Düşdü, tapdalandı qopaqlarımız. Odlara qalandı torpaqlarımız. Xocalı səsinə səs verməyənlər, düşmənə layıqlı dərs verməyənlər gərək yaşamasın bu torpaq üstə. Əgər deyirlərsə şikəst ya xəstə, mən indi sıxılmış yay misallıyam. Xəyalı qarışıq, qeylüqallıyam. Məni gəl döndərmə yolundan kişi, Xocalı miskilli, Şuşa hallıyam. Qulaq as, söyləyim sözümün canın. Qələmi sınaydı, qanun yazanın. Mən artıq qarşına hazır gəlmişəm. Hərbin sirlərinə yələnmişəm. İnstitut olarsa sənin bəhanən, oradan da çıxaram elə bugündən.
müjdeli bir savaştan pay ver mənə leytenant. O gün gelecek gəm yemə, o vaxt dönəcəm mən sənə, hələ yad əldədir yurdumuz, yuvamız, bitib tükənməyib o qan davamız, hələ yad əldədir yurdumuz, yuvamız, bitib tükənməyib o qan davamız. Hay ver mənə cənab leytenant, hay ver mənə leytenant. Xoş müjdəli bir savaştan pay ver mənə leytenant. Qisas son qisas yetməyib, savaş son savaş bitməyib. Sən gəl yanındakı çaxdığın ocağın, odun hənirtisi hələ keçməyib. Sən gəl yanındakı çaxdığın ocağın, odun hənirtisi hələ keçməyib. Hay ver mənə cənab leytenant, hay ver mənə leytenant. Xoş müjdəli bir savaştan pay ver mənə leytenant. Hay ver mənə cənab leytenant, hay ver mənə leytenant. Xoş müjdəli bir savaştan pay ver mənə leytenant. İndi isə xahiş edirəm, Xocalı şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Canım benim, sevimli elim, senin yokluğundan düz 34 yıl geçti. O dehşetli günü bugüne kadar hatırlayıram. Bizim doğma şehrimizden, Hocalımızdan kaçtığımız o gün. Senin veşicesini öldürdüğünü o gün. Ben ise
bir şekilde kucağımda balaca oğlumuzla kaçabildim. Ne kadar ki ben sağım, ne kadar ki nefes alırım. Bunu hiç vakit unutmayacağım İbrahim. Biz niye ağlayır? Bilmiyorum. Gel ona soruşalım. Nana, bana işi dedik. Ağlama. Biz seni çok severiz. Biz seni çok severiz. Ne oldu Nana? Ne oldu Nana? Bu bize bir gündür. Atamın kanı karadır. Ama çok kederlidir. Benim əzizlərim, ağlamayı bilmirəm. Məhz bugün, fevralın 26'da, düz 34 il əvvəl, sizin babanız İbrahim öldürüldü. Niye? Niye? Kim? Akına baş vermişti. O gün bizim doğma şəhərimizə bəla gəldi, dərd gəldi, faciə baş verib. Siz artıq böyümürsünüz. Bunu bilmək sizin borcunuzdur. Gelin gedək. İndi mən sizə danışım. Bu necə baş vermişdi? Kuşlar, kuşlar ne güzel okuyor be 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 be, ne güzel kokuyor. Kuşlar, kuşlar ne güzel okuyor be 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 be, ne güzel kokuyor. Yaşıl elvan sarı çiçeklerin, yaşıl elvan sarı çiçeklerin. Oh, 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 oh. Yaşıl meşeli, ömrüm neşeli, sevirem seni güzel kendimiz. Karlı dağların, karlı bağların, sevirem seni güzel kendimiz. Kendimiz, 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 kendimiz. Ağaçta leylek yuvalar gider, ağaçta leylek yuvalar gider. Kız seven oğlan havalar gider, kız seven oğlan havalar gider. Ağaçta alma yanağı kırmızı, ağaçta alma yanağı kırmızı. Derse beteyip onu bağban kızı, derse beteyip onu bağban kızı. Aa, 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 aa.
sevdiklerimiz, sevdiklerimiz, şehitlerimiz. Sizi hiç vaxt unutmayacağıq. Kaş sesleriniz eşidebileydim. Kaş bütün dünyaya torpağımızda nelerin baş verdiğini özünüz danışaydınız. Deyəndə bu Hunval kədə düşür. Hatunya, Hiroşima, neçə od gədə düşür. Ölüm heç zaman yaxşı deyə anılmaz. Lakin ölüm var, ölüm kimi, ölüm var, zülüm kimi. Yox, heç kəs ölə bilməz. Xocalıyan kimi. Bu ölümü yurduma kimlər qıydı ilahi? Neydi bu akılların, körpelerin günahı? Bu barbarlar, vəhşilər, tüfan kimi estiler. Bir gecede yurduma alqana boyadılar. Şəhərlərim, tek alqanım, selolu baxdı, xaray. Ne bir elim yetmedi, ne bir ünüm çatmadı. Eli yalın milletim, kesilecek, batmadı. Sapı bizden baldılar, silahları aldılar. Döyüşken Mert Hocalım. Müdafiəsiz kaldılar. Mühasirə yer aldı, mübahisə yer aldı. Neçə gündür dal güclü mübahisədir. Eşitmirlər, qanmırlar. Hocalı elden gedir. Ölüm saçan silahla. Qocaları, kızları, körpə, sınav qızları biçdi bu nəmərd yağı. Dayan! Dayan imansız, tanrısız, yağı düşmən. Bu qırdığın Oğuzdur. Görərsən dahi düşmən. Yumruğuyla tankların üstə gedən ərlərim, sinəsini odlara siper edən ərlərim. Sizin nə günahınız? Bircə gün də yatmadınız. Vətəni vətən kimi qorudunuz, atmadınız. Bəli, qorudunuz siz. Yanıb kül olsanız da. Əlif kimi qəhrəman unudulmaz dünyada. 24 döyüşçü sona qədər döyüşüb. Neçə dəfə oğullar mövqeyini dəyişib.
Başda Əlif Hacıyev, dalında mərd igidlər. Heyli düşmən öldürüb, yağları güdüblər. Əliyalı milləti qoruyublar beləcə. Düşmənin Əliyalı milləti qoruyublar beləcə. Düşmanın qaynağını dağıdıblar o gecə. Ölüm, dilim, tufanı o gün bərqərar olur. İgidlərlə düşmanlar qeyri-bərabər olur. Bir eli qırdı yağı, min eli qırdı dağı. Azadlıq yollarında əbədi alovlanan meşəli qırdı yağı. Xocalı dad elədi, gəlmədilər fəryadan. Xocalı dad elədi, salmadılar heç yadan. Soraq gəldi dünyaya yandı, yıxıldı ellər. Millət düşdü ahvaya. Bakının yuxusu o gün ərşə çəkildi. Təzə qəbirlər heyabana əkildi. Şəhidlər heyabanı ağlayan qərənfildir. Yenə də ağı deyib analar saç oldular. İnsan dənizləyirlər, meydanlara doludular. Qədər insan, yarəm, bir yurdu qorumazdı. Yandı, yıxıldı ellər. Bizim nəyimiz azdı? Qeyrətimiz, arımız, yoxsa sərvət varımız? Silahımız, ordumuz, hey basılır yurdumuz. Nədir bunun səbəbi? Kimdir buna günahkar? Arkasında duran var. Bu global hiləni o yanlarda quran var. Bu yanlar o yanlarda, ovlarda və yanlarda, bəlkə daha uzaqlara, barmaqları duzaqda. Daha çox işləyənlər, işləyib dişləyənlər qoy yıxılsın ilahi. Bizi tək onların da ürəkləri, qəlbləri qoy sıxılsın ilahi. Hökmünə inanıram. Bu dərd ilə yanıram. Göstər gücünü, Tanrım. Bir al özümü, Tanrım. Axı sənsən yaradan, bir qəbildəndir insan. Qoy duysunlar hökmünü, göstər mənə o günü. Balaca jurnalist bu dərdə dözənmədi. Torpaq üstə rahatca hamı tək gəzənmədi. Nələr saldı yadına, nə düşündü bu igid? Həqiqət üçün çırpındı, hey döyündü bu igid. Dərhal coşdu, qaynadı, o yerindən oynadı. Düşmənlərin üstünə silahsız getdi Çingiz. Kameranın gözü ilə gör nələr etdi Çingiz. Bax, necə ər doğubsan.
Yaşa var ol ay ana. Sen özün qəhrəman tək. Gəlibsən bu cahana. Bir balaca oğulun hünəri asimanmış, gönüllü qəhrəmanlıq özüylə vulkanmış. Çəkdi elin dərdini kamera yaddaşına. Göydən odlar döksə də dayanmadan başına. Hər körpəyə, qocaya doğma kimi ağladı. Vulkan kimi bağırdı. Tufan kimi çağladı. Neydi bu igidlik? Neydi bu çırpınma? Babək mi dirilmişti? Dönmüştü yaddaşına. Neçə qırğınlar işsiz soraqsız qaldı. Bu tarihi dəhşəti Çingiz yaddaşa saldı. Əvvəlki qırğınları bizə unutturdular. Xocalı unudulmaz. Çingiz var, kamera var. Çingiz var, həqiqət var. İgidlər, torpaq ol, torpağına qarışdı. Göksün üstə qan gölü, Xocalı nə qarğışdı. Xocalı gözəl şəhər, neçə ilin var idi. Ürəyimin başında heç miskilim var idi. Vətən məni çağırır. O müthiş gecəni çək. Vətən məni çağırır. O nakam körpəni çək. Vətən məni çağırır. Ağ bir çək, ananı çək. Vətən məni çağırır. Beşikdə yananı çək. Vətən məni çağırır. Ağsaqqal qocanı çək. Vətən məni çağırır. Körpəsi yandırılmış o kömür beşiği çək. Vətən məni çağırır. Düşmənlər yandırdığı evi çək, eşiği çək. Vətən məni çağırır. Anasının bətnindən zor ilə çıxarılıb soyuqdan donanı çək. Vətən məni çağırır. Sinəsi bölümlənib ürəyi çıxanı çək. Vətən məni çağırır. Yaraqsız döyüşçünün kəsilən qolqışını, dağılmış başını çək. Vətən məni çağırır. Adına türk deyilən, ala gözü ovulmuş o məsum sonanı çək. Vətən məni çağırır. Baş dərisi soyulmuş, gözü ovcuna qoyulmuş, sarılaraq asılmış, boğazları kəsilmiş, lay divar oğlanı çək. Vətən məni çağırır. Düşmənin tapdağında kül olmuş vətəni çək. Kül olmuş vətəni çək. Çəkdim, yaddaşa qoydum. Dərdimi qoşa qoydum. Tarixə sirdaş kimi bu lentdə mən də varam. Cüt qoşa qardaş kimi. Tarixə sirdaş kimi çəkdim, yaddaşa qoydum. Dərdimi qoşa qoydum. Sən üzür bir gülüdün. Vətənimdə, əlimdə yanğlı bacısan, indi ana dilimdə. Əzizim, qandı xaray, dörd yanım qandı xaray. Namərdləri əlində, torpağı yandı xaray. Əzizim, od tutubdu,
Ot yanıb ot tutubdu. Qırılıb qocalar, torpağı yad tutubdu. Əzizim, nədən oldu? Soğulub gədən oldu. Xocalı, tekel yandı. Bilmedim neden oldu. Əzizim, neden deyim? Ruh deyim, beden deyim. Xocalı odda yandı. Ahını neden deyim? Əzizim, atmadım mən. Oyaqdım, yatmadım mən. Xocalı, tek torpağı itirdim, satmadım mən. Əzizimə, binələr. Yadda qaldı binələr. Nə olar? Git ərlərim, düşmənləri yenələr. Əzizim, biz dərdi. Qoyma gələ biz dərdi. Azad ol, mənim könlüm. Qov ürəkdən biz dərdi. Əzizim uçdu. Neylim? Əlimdən uçdu. Neylim? İndi Xocalı ruhu bir gəlib qoşdu. Neylim? Əzizim soldu köçdü. Dərd bizə oldu köçdü. Yer kürəsi eşitsin. Xocalı doldu, köçdü. Əzizim, adətdir. Dərdi yenmək adətdir. Düşmək, yesir olmaq bizlərdir. Əzizim, çəkərik biz. Bu dərdi çəkərik biz. Bizdə nifrət yox idi. Təzədən əkərik biz. Əzizinem, yaşım var, sirim var, sirdaşım var. Xocalı tek dert yoktu. Her dert gelen başım var. Əzizim, torpaq gedir. Əlimdən torpaq gedir. Sevinməsin düşmənlər. Başım üstə haqq gedir. Əzizim, damsız qaldıq. Binəsiz damsız qaldıq. Özgəyə ümid olduq. Firdəşi şamsız qaldıq. Aləmə car çəkdi Rus xalqı bir vaxt. Qırdı Alman bizi, qırdı dünyanı. Almanın əskəri mədəni idi. Alırdı canı, çalırdı tüfəngi. Bəs sənin əskərin neylədi bilsən? Söylə, dinç Xocalı neylədi sənə? Dağ çəkdin, cavab ver mənə. İnsan da insanı yandırar mı heç? İnsan da insanı boğazlayar mı? Karşısında dayanmış müqəddəs qüvvə. Onun bu dünyada günahı var mı? Cavab ver sözümə sən, ey qan işən.
Sen axı insansan ve işi değilsen. Tuttuğun işlerden pişman ol bir. Bu dünya sen gören dünya değildir. Durar gözlerine günahsız kanlar, sualsız, sorgusuz ölen o canlar. Günahsız kızlar, karılar. Ey cellat başına dünya dar olar. Koca tarih senden cevap isteyir. Bir şair sözüne cevap verindir. Bir şair sözüne cevap verindir. Cevap ver. Soyun Qorqud soyu, kökün karanlık. Babəkın ömrü niftiharıdır. Nizamin həmsəsi müqəddəs, ulu, dünya möcüzəsi, dünya varıdır. Tanınır babamla adım dünyada. Nasimi Faciəm, Nəsimə Əzmim. Füzuli qəzəldə döndü ustada. Nəyimə gərəkdi təbliğ əzizim? Yandırmısın beni goyat eliyle. Sındırmasın beni acı diliyle. Ben üzüm boydaca torpağım, qanım. Ben üzüm boyda bir Azərbaycanım. Üzüyündə qaş olaram, ana vətən. Torpağında daş olaram, ana vətən. Parlaram, günəş olaram, ana vətən. Sən uca tut məni doğma balam kimi. Mən xamıda baş olaram, ana vətən. Bal suyuna, saf havana qurban olum. Əziz məlhəm dərd davana qurban olum. Mənzilinə, son yuvana qurban olum. Eşit mənim sözlərimi, ana vətən. Yerə qoyma dizlərimi, ana vətən. Sene sedik bir balanam, eşkim temiz. Sene olan məhəbbətim derya deniz. Ezel baştan adın ulubdur gidlemiz. Dönmesin moruzlara, anna vətən. Qan ahmasın arızlara, anna vətən. Ulu hakkım seni sever. Sen azad ol. Düşmenin belasını veren. Sen azad ol. Zerengi sedasını veren. Sen azad ol. Qarabağdır aman yerim. Anna vətən. Çengiler çalınan yerim. Anna vətən. Bugün gerek her anımız vətən desin. Kılıncımız, kalkanımız vətən desin. Ölenlerin əvəzinə qalanımız vətən desin. Vətən desin. Qəlbimizin her duygusu, her vurgusu vətən desin. Fərqi yoxdur arda olaq. Zamanımız, məkanımız vətən desin. Çox yatdıq, çox mürgülədik. Qoca millət mürgülədik. Qoşa-qoşa dağlarımız oğurlandı. Çaylarımız, göllərimiz oğurlandı. Düzlərimiz, çöllərimiz oğurlandı. Oğurlatdıq. İndi saysaq, saya sığmaz. Daha nələr, nələr oğurlanıb. Yer altında xəznələr, yer üstündə dəfnələr oğurlanıb. Qoca millət, hər andımız, amanımız, əgər varsa zərrə qədər imanımız, imanımız vətən desin. Hər yaxşımız, yamanımız vətən desin. Əli kəsik, dili kəsik uşaqlar var. Hələ dustaq, körpə dustaq vətən deyir. Bu nə külək,
Bu nə bulud, bu nə yağış, bu nə qardır. Didərginlər üzərində susub durdu, vətən dedi. Mürgülüsən qoca millət. Daha möhkəm, daha ötkəm gəlsin səsin. Vətən desin. Qoca millət, hər andımız, amanımız vətən desin. Vətən desin. Vətən desin. Qoy mənim vətənimin qızları heç vaxt qara yaylıq taxmasın. Anamın anasısan Azerbaycan. Ты меня зовешь, Азербайджан. Ты во мне поешь, Азербайджан. Огни твои светлы, как слова твои теплы, и звезда моей судьбы Азербайджан. Как огни твои светлы, как слова твои теплы, и звезда моей судьбы Азербайджан. Тебе приду, Азербайджан. Я к тебе приду, Азербайджан. Свет родимой стороны, сыновья тебе верны, и звезда моей судьбы Азербайджан. Родимой стороны,
Максима Вияти верны. И звезда моей судьбы Азербайджан. Ey aziz anam Müsahiben sonra verirler. İndi mənə də zəhmət olmasa kameraya. Çox sağ olun. Sağ olun.